Gəncələ Şiromovit Yardımı əvvəlcə Gəncəli kəndinə çatdırdıq. Daha sonra isə Uzuntala kəndinə apararaq oradakı sakinlərə də təqdim etdik. Bu humanitar yardım Qadınlar Ədalət Uğrunda adlı qeyri-hökumət təşkilatının təşəbbüsü və xanım NATO Sofromadzenin dəstəyi ilə bölgəyə gətirilib. Yardımların tərkibinə yeni pledlər, pencəklər, cins şalvarlar və digər geyim əşyaları daxildir. Bütün bu ləvazimatlar təbii fəlakətdən zərər çəkmiş ailələr üçün nəzərdə tutulub. Qeyd edək ki, güclü leysan yağışları nəticəsində həyətlər palçıq içindədir və hazırda ərazilərdə suyun çəkilməsi istiqamətində təmizləmə işləri aparılır. Bu çətin günlərdə zərər çəkmiş insanlara biganə qalmayan, dəstək göstərən və qayğıkeşlik nümayiş etdirən hər kəsə təşəkkür edirik. Biz buradayıq, onların yanındayıq. Sakinlərin əlaqə nömrələrini də qeyd edirəm ki, gələcəkdə hər hansı bir ehtiyac yaranarsa yenidən kömək edə bilək.